dən çörək aldı, uzanıb, həvəsim atasına deyir. Vallahi belə şey görməmişdik. Deyir, həvəsim yoxdur. O vaxt da vardı, axot yoxdur deyirlər, amma ata-anasına demirdilər. Dostlar bir-birinə deyirdilər. İndi belədir, vəziyyət belədir. Peyğəmbərimizin kimdən xoşu gəlirdisə dindarlığından. Bir cavan gəldi, gördük dindarlığı, mənəviyyatı xoşuna gəlir. Birinci sualı buydu ki, nə işlə məşğulsan? Deyəndə ki, bekaram deyərdi ki, səqətə min əyni, gözümdən düşdü. Gör, meyər nədir? Gözümdən düşdü. Deyirlər, niyə ya Rasulallah bu? Deyirdi, bir dindar, bir işlə məşğul olmasa, dinini qazanca çevriləcək. Dinini qazanc mənbəyi olacaq. Bir söz neyinəcək, mən möminəm, mənə iş düzə. O var ya, adam möminliyin hər yerdə qabardır. Ondan nəsə istəyir, ondan nəsə qobartsın bundan. Sən möminliyi qabartma, sən dinivi cəmatın gözünə soxma. Ged öz istedadınla, bacarığınla inkişaf elə. Bəli, dostların inanclı, mömin sənə kömək eləyə bilər, yaxşıdır, lazımdır, amma sən elə çatanı gözünə soxma ki, mən möminəm, mən filan məscidəyəm, mən filan. Bu deyir, bu adamlardan Peyğəmbərin xoşu gəlmir.